Fərq etməz, məhsulunuz haqqında çəksəz, ustalığınızı çəksəz və yaxud ümumiyyətlə həyatınızı çəksəz, yəni blogerlik eləsək, belə deyək də. Bütün insanlar başlayacaq, o bloger oldun, tiktoker, nə bilim nə. Bununla bir yolu var mücadilə aparmağın. Yəni o deyən adamları özünüzdən uzaqlaşdırın. Yəni insanlar iki tipə ayrılacaq. Biri sizi dəstəkləyəcək və özü istəyəcəksə sizdən maraqlanacaq. Bu nəfər edirsən, onu nəfər edirsən. İkinci adam tipi isə o öz egosundan dolayı, adam var istəmir, amma yəni, əksəriyyət adam istəyir öz məhsulu haqqında çəksin, danışsın. Amma egosundan dolayı özü edə bilmir, belə edə bilmir, özü eləyə bilmir deyə sizə də imkan verməyəcək. Yəni istəyir ki, siz də eləməyəsiniz onu. Ona görə elə insanları özünüzdən uzaqlaşdırın, bacardığınız qədər. Ya da özünüz onlardan uzaqlaşın. Belə. Amma daha çox nə etmək lazımdırsa, inşallah dərslərdə danışacağım. Telegram kanala keçid edin, profildədir. Selamun aleyküm.